Herkese selamlar dostlar. Bugün Carpegin Multiplayer hesap toplamanın birinci bölümüne karşınızdayım. Video keçməzdən önce like atmamı unutmayın. Çox sevinirəm neçə keçək videoya. Şurada gördüğünüz kimi hesabda 99k pul 35k coin var. Buradan günlük ödüllerimizi alaq. Və son olaraq 169 min pulumuz oldu. İndi uşaqlar 169 min pulumuz var. Buradan baxaq görək 169 min nə ala bilirik. Və indi son olaraq da Mercedes Benz yazdım bura. Böyle logo vurdum her iki tarafına, arkasına, qabağına. Bir de yukarı böyle sunroof əlavə elədim. Burada bir tane yüngül var yazaq. Ve 190. Ve 190 yazımızı da belə əlavə elədik. İndi bir tane yüngül var, bir tane nömrə də alır. Yüngül var, bir tane nömrə də düzəldək. Nömrəmiz varmış elə. 10C505. Hələ buna işlədə elədik. Sonra daha detaylı bir dənə nömrə yığarıq. Aşağıda nömrəmizi də əlavə elədik. Belə oldu nömrədə. Məncə qəşəngdir, yəni bu bir 200-300k'ya gedər. Biraz yüngül var, motorunu yüksəldək. Bunları da alaq belə. Tamam, hər şey qəşəngdir. Gedək bunu pazarda satışa qoyaq. Və pazara gəldik və Mercedes belədir, qabağını düzəldib gəldik. Və bütün çox qəşəng görsənir Mercedes. İndi bunu 250k'ya satışa qoyacam. Qıraqda qoyaq elə satışa 250k'ya. Açıqlamaya yazaq, modeli yazaq Mercedes 190. Açıqlamaya Mercedes 190 yazdıq. Fiyatdakı 250k. 250 min yani. 250k'ya satışa qoyduq uşaqlar. Bir nəfər gəldi 140k deyir. İndi biz də bunu 150k'ya qoyaq, görək alır. 140k deyirəm amma mən 150k deyirəm. 150k'da da çox normal qiymətlidir. Əsas odur satıcısını yoxsa əlimizdə qalacaq. 150k'ya qoyuruq uşaqlar. %150k'ya qoyduq, görək alacaq ya yox. O 150k'ya aldı və ilk maşın satışımız xeyirli uğurlu olsun. Yazaq bura. Tank yol. Uşaqlar ilk maşınımızı satdıq. Bizim BMW'mizdir, bunu da yığaq. Nə bunun qiymətinə baxın. Desəm bu da 100k falan da belə. 93k'dır bu, bu da 101k'dır. Bu da 99-100k falan da belə. Bunu da elə 100k'ya falan satacağım. Ona görə çox üstündən düşməyəcəm. Bunu yüngül vari yığacağım. Bir də burada yüngül vari bir dənə HP də artıraq buna. 263 HP oldu. Tamam. İndi biraz bunu basıb zad eləyək qabağın arxasını. Qabağını belə basaq. Sonra biraz içəri salaq. Biraz içəri salaq təkərləri. Qabaq təkəri. Arxa təkər heç lazım deyil, arxa təkərə bu qalsın. Arxası da biraz belə olsun. Tamam, qəşəng. Yəni bunun öz zavod təkərinədir. Bu təkərdə qalsın məncə. Ya da görüm disklərə baxım da görüm nə qoyuram disklərdən. Böyle sport bir disk qoyaq bəlkə sport. Sport tipindən. Krom kimi bir dənə jant qoyacam.
Krom görsənsin. Yalancı krom. Arxa təkəri də biraz böyüdək. Bir də qabağını biraz qaldıracağım. Deyəsən pis görsənəcək. Biraz qaldırmaq lazımdır yəni qabağını. Səbəb belə yaxşıdır belə. Belə iyidir. Tamam. Başqa da bir şey, məncə elə çox bir şey eləməyə ehtiyac yoxdur heç. Logo falan, rəngini dəyişək. Rəngini dəyişək. Nə eləyək rəngini? Bir dənə qəşəng qırmızı eləyək ki. Qəşəng qırmızı rəng eləyək bunu. Biraz tünd kırmızı olsun bu. Böyle vişne kırmızısı. Yani yaxşıdır belə. Olsun belə zor. Şimdi bunu aparıb sataq 100K'ya. İnşallah burada maşınlara baxıram belə. Yeni gələn Kia var. 50 milyona satır. Ferrari var burada. Bir də bir tane belə Mercedes var. Koyunlu Mercedes. O da bunun əvvəlki güncəlləmədə gəlmişdi. İkisi də 50 milyondur. Yəni yaxşıdır, heç olmasa Afrika serverində satırlar. Baha da olsa satırlar əsas o da. Mən bunu qoyuram 120K'ya qiyməti. Pazarlıq da eləyə bilək də yəni. Gəlin görüm. Maşının qiymətini 120K'dan qoyuram. Ki pazarlıq da eləyə bilək. BMW yazaq elə. Sadə BMW. 120K'ya qoyduq uşaqlar maşını. Biraz gözləyək. Təzə adamlar gələndə baxıb almaq istəyirlər. Maşınımız satıldı. Videonu bağlamışdım. TikTok'da da baxırdım. Bir də gördüm ki bir gəldi 100K. Sonra 312.000 pulumuz oldu uşaqlar. Odada da az adam qalıb. 6 nəfər qalıb. Yəni qəşəng satıldı 100K. 120K'ya qoymuşdum. Sonra 100K qoydum. Elə gəlib aldılar. 312.000 pulumuz oldu. İndi hal-hazırda bir dənə BMW'miz qalıb. Onu da sataq. Ondan sonra videonu da bitirək. İndi uşaqlar son olaraq 312.000 pulumuz və 50 coinimiz var. Bu arada maşını sataraq görevlərdən birini də elədim. İndi X5'imiz qaldı və 312.000 pulumuz qaldı. Zaten X5 satmaq çox asan bir şeydir. Bunu 5-6 milyona satacağım. Və bunu öyle çox da bir şey eləməyəcəm. Biraz engine falan dəyişəcəm. Pəncərələri falan qaraldacağım. Yəni çox bir şey eləmək olmaz zaten buna. Yəni çox bir şey eləmək olmur zaten buna. Və mən buna heç bir şey eləməyəcəm. Elə gedirəm pazara. Birbaşa satışa qoyacağım mənə maşını. Pazara gedək 6 milyona satışa qoyacağım maşını. Yəni bunun əslində ən az 10 milyona qoyurlar. Prosta mən istəyirəm tez satsınlar. Əslində indi cəmi 312.000 pulumuz olacaqdı, amma bu X5 elə bir ki göydən düşmə oldu da. 5 milyon 6 milyon pulumuz olacaq indi. İndi bunu qıraqda satışa qoyaq 6 milyona. O 7 milyondan satışa qoydum maşını. 7 milyonu satışa qoydum. 30 milyonu şey satır i8. Dəmin 695 HP'si var. Yəni heç dəymir də. 30 milyona. O uşaqlar satıldı. 7 milyona satıldı. Deyirəm də gərək biraz 5-10 dəqiqə gözləsin, sırası satılır. Və son olaraq 7 milyon 312.000 pulumuz oldu uşaqlar. Uşaqlar, belə videoların davamının gəlməsini istəyirsinizsə, like atıb abunə olmağı unutmasanız çox sevinərəm. Sağ olun uşaqlar.